Dünən Qarabağın oyununu hər birimiz izlədik. 6-0-dan danışmıram. Əsas odur ki, play-offa keçmişik deyirik. Yəni, əsas ümid yerimiz orada. Onsuz da Liverpoola qarşı nə edə bilərdik ki də deyə bilərik. Amma daha ətraflı şərh eləyəcək oyunu ProSport agentliyinin baş redaktoru Səbuhi Musa bizləndir. Səbuhi müəllim, sabahınız xeyir, xoş gəlmişsiniz. Çox sağ olun, dəvətimizi qəbul elədiniz. Uzun yoldan keçib qonağımız oldu studiyada. Səbuhi müəllim, dünənki oyundan istəyirəm bir qədər danışaq. İndi Liverpool güclü komandadır. Yəni ilk baxışdan görünür, adamlar çox sürətli idilər, müdafiələri çox güclü idi. Yəni həqiqətən də keçə bilmirdik. İndiki heyətlə başqa bir strategiya tətbiq eləyib ən azından daha yaxşı bir nəticəyə varmaq olardımı? Ən azından bəlkə bir qol ata bilərdik və yaxud onların bir qol azaltmasına səbəb ola bilərdik. Bəli, belə fikirlər var ki, Qarabağ bəlkə də müdafiədən oynayıb, əks-hücum taktikası ilə bir qol vura bilərdi, amma bilirik ki, biz bu Qarabağ yad taktikadır. Yəni Qarabağ daim hücum futbolu oynayan bir komandadır. Bəlkə də müdafiədən oynasaydı, müdafiə qapansaydı daha çox top buraxa bilərdi. 6-0 yox 8-0 ola bilərdi. Yəni Qarabağın özünə məxsus oyun tərzi var ki, çox təəssüf ki, o hələ İngilis klublarına qarşı yəni özünü göstərə bilmir. Chelsea ilə Bakıdakı oyunu nəzərə almasaq, orada da nəzərə alaq ki, Chelsea biraz ikinci heyəti meydana buraxmışdı. Ümumilikdə tarixə baxdıqda görürük ki, Qarabağın İngiltərə klublarına qarşı oyunları alınmır və bu baxımdan da götürsək, yəni istənilən halda biraz şanslarımız çox da deyildi. Çünki Liverpoolun özünün də 8-likdə qalmaq məsələsi var idi ki, ilk 8-likdə qalıb bir mərhələdən azad olunmaq məsələsi var idi. O yüzden Liverpool da gücünü yəni bu oyuna vermişdi və əsas heyətini meydana buraxmışdı və biz də gördük ki, əsas heyətin bütün üzvləri demək olar ki, qol vurdular. Buna görə daha çox qol vurmağa salmışdılar da. Bəzən deyirsən ki... Hətta Salah belə, məsələn, Məhəmməd Salahın baş məşqçinin problemi olduğunu çox adam bilir. O uzun müddətli qol vura bilmirdi. Bu oyunda qol vurdu. Sonra Wirtz var, Alman futbolçu. Biz onu Bayer Leverkusenlə oyunlardan tanıyırıq. O Qarabağla 2 mövsüm əvvəl Qarabağla keçirilən 4 oyunda yəni qol vuran futbolçuların başında gedirdi. Bu dəfə də qol vurdu. Sonra Frimpong həmin Bayer Leverkusen Qarabağ oyunlarında iştirakçılardan biri idi. Amma o 4-cü dəqiqədə erkən zədələnib çıxdı. Biz onun belə deyək də Elvin Cəfərquliyevlə duelini görə bilmədik. Xatırlayırsınızsa Bayer Leverkusenlə oyunda Elvin Cəfərquliyevin ona qarşı hərəkətindən sonra qırmızı vərəq almışdı. Əslində elə gözlürdü izləyicilər ki, biz qarşı-qarşıya görəcəyik bu oyunçular, amma alınmadı. Bir çox halda bu dünənki oyunu Liverpoolun bu Beşiktaşla məşhur oyunu ilə 8-0 həmin oyunla müqayisə edirlər. Paralel olaraq bizlə yanaşı Qalatasarayın oyunu vardı Manchester City ilə və yenə də bir məğlubiyyət, amma əsas olaraq hər iki Türk komandası ilk 24-lüyə daxil oldu. Mən istəyirəm ki, ümumiyyətlə Türk klubları dünənlərim İngiltərə klublarını oynayırdı. Xayrət Arsenal'dan. Belə idi vəziyyət, bəli. Mən istəyirəm ki, bu Qarabağın bu sezonki, bu mövsümki oyunlarını bir şərh eləyəsiniz. Bu 8 oyun ümumi necə keçdi sizin nəzərinizdə? Ötən mövsüm komanda yəni Avrokuboklarda çox uğurlu çıxış etmədi. Bu mövsüm isə baxmayaraq ki, heyətdə belə deyək də start heyətdə çox da dəyişiklik olmamasına rəğmən bir dənə Camilo Duran'ı saymasa, o da nəzərə alaq ki, mərkəz hücumçusu deyil və çox adam deyirdi ki, Qarabağ mərkəz hücumçusu lazımdır. Yəni mərkəz hücumçusu tapılmadı faktiki olaraq. Amma bununla belə cinah oyuncusu olsa belə, yəni hücumun cinahında oynayan oyuncu olsa belə, Camilo Duran mərkəz hücumçusu kimi özünü doğrultdu. Bir neçə dəfə qol vurdu. Leandro Andrade'nin qolları var və bir neçə oyuncumuz var ki, yəni kifayət qədər özünü yaxşı tərəfdən göstərdi. Ümumiyyətlə, yəni Qarabağın bu mövsümki çıxışını, yəni Azərbaycan futbolu üçün ilk dəfə qol vuran bir Azərbaycanlı Bəhlul. Bəli, Bəhlul oldu. Sonra Elvin Cəfərquliyev ilk simvolik komandaya həm simvolik komandaya düşməsi, həm də ki, maçın ən yaxşısı seçilməsi. Səhv etmirəmsə Kopenhagenlə oyundan sonra maçın ən yaxşısı seçilmişdi və Eintrachtla oyundan sonra da simvolik komandaya düşmüşdü. Yəni bu təbii ki, bizi Bəhlul Mustafazadənin Eintrachtla oyunda həlledici qolu vurması, yəni Azərbaycanlı futbolçuların da bu qatqıda rolunun olması təbii ki, bizi sevindirir və bu biraz bizə gələcəyə ümidlə baxmağa əsas verir. Sosial şəbəkələrdə bir maraqlı kadrlar yayılıb. Azarkeşlər Musa Qurbanlıya səslənirlər ki, rəisə denən yeni oyuncular transfer edəsin. Ehtiyacımız var yeni oyunculara. Bəli, gözlənilir. Qurban müəllim son mətbuat konferanslarından birində səhv etmirəmsə Kəpəzlə oyundan sonra idi, ya
bilmirəm. Mətbuat komissiyasından birində bildirmişdi ki, belə bir hücumçunun alınacağı, yəni bir futbolçunun alınacağı gözlənilir və bu da çox böyük ehtimalla hücumçu olacaq. Çünki Qarabağın əsas mərkəz hücumçusuna ehtiyacı olduğu deyilir. Və ona görə də yəni mətbuatda da çəkilir ki, bəzi xarici legionerlərin adları çəkilir. İndi əgər Qurban müəllim deyirsə ki, gözlənilir, adətən Qurban müəllim ehtiyatlı danışmağa üstünlük verir. Gözlənilir deyirsə, deməli müsbət bir şey. İndi yanvarın 31-nə kimi vaxt var. O müddətə kimi transfer olunsa, əgər fevraldakı oyunlara onu sifariş vermək olacaq. Bu mövsüm sizcə nəyə görə eləmədilər transferi? Yəni, bu maliyyə çətinliyinə irəli gəldi yoxsa? Yox, maliyyə çətinliyi deyildi. Sadəcə olaraq Qarabağ Çempionlar Liqasında düşdüyü üçün bəzi futbolçular, məsələn deyək qış fasiləsində də bəzi futbolçular Qarabağ Çempionlar Liqasında oynadığı üçün daha çox pul tələb edirlər və yaxud deyək futbolçunun klubu daha çox pul tələb edir. Məsələn deyək Xorvatiyanın İstira klubundan bir oyunçunun adı çəkilirdi. Məsələn, İstira klubu ömründə məsələn 3 milyon transfer görməyib. O futbolçuya görə 2 milyon Qarabağ təklif eləyirdi, amma bilmədim son anda necə oldu, razılaşdılar, razılaşmırlar. Yəni onlar da görürlər ki, Qarabağ Çempionlar Liqasına çıxış edir və daha çox pulu artırırlar. Bu kimi məqamlar bir tərəfdən yaxşıdır ki, komandanın Çempionlar Liqasında oynayır, digər tərəfdən pisdir ki, bu qiymətləri qaldırırlar. O baxımdan da yəni klub futbolçu tapmaqda çətinlik çəkir. Bir də biz bilirik ki, Qurban Qurbanov biraz hər şeyi belə deyək də yaxşı mənada suyu üfürə-üfürə içən adamdır. Yəni bu hər şeyi analiz edirlər ki, futbolçular gətirdiyin sonra problem olmasın. Ona görə də çox belə futbolçuları çox nəzarət edirlər, hər tərəfli izləyirlər. Yəni bu məsələ incələmələr də biraz vaxt aparır və nəticədə belə biraz məsələ uzanmaya gedib çıxar. Növbəti mərhələdə şərhlərimizdə çox güclü potensial rəqiblərimizin adları açıqlandı, iki potensial rəqibimiz və məlum məsələdə vəziyyət çətin olacaq, amma biz qələbə üçün oynamırıq da. Sanki yəni təmsil olmaq böyük bir şeydir bizim üçün. Yəni bu hissiyatdayıq hazırda. Amma bəlkə də gələn illərdə, növbəti illərdə bu hissiyatımız da dəyişər, artıq sırf qələbəyə oynayarıq, yoxsa? Mən deyərdim ki, məsələn, soruşsaz ki, hansı komandanın olmasını istəyərdiniz? Məsələn, Zubirin fikri var ki, mən Fransalı olduğum üçün PSG ilə oynamaq istəyirəm. PSG ehtimal olunan komandalar sırasındadır. PSG və Newcastle-dır. İngiltərə Newcastle. Mən bayaq az öncə təsadüfən qeyd eləmədim. İngiltərə klublarına qarşı oyunlarımız alınmır. Ona görə də bəlkə də PSG Çempionlar Liqasının son qalibi olsa da, yəni Newcastle-ın mən İngiltərə futbolunun təmsilçisi olduğunu nəzərə alıb mən istəyərdim ki, PSG ilə düşək. Nəyə görə? Çünki PSG biraz, yəni Luis Enrique'dir baş məşqçisi, Barcelona, Kataloniya məktəbinin yetirməsidir və o Qarabağın oynadığı oyun üslubuna uyğun, yəni deyək, Barcelona'nın əvvəlki oyun üslubuna uyğun futbol nümayiş etdirir. Mən düşünürəm ki, Qarabağ belə komandalarla oyunlarda, hansı ki, daha çox hücuma meyilli, daha çox topla, yəni hava atletik futbolu yox, daha çox yerlə oynayan, yerlə oynayan komandalara qarşı daha yaxşı çıxış eləyə bilər. Ona görə də mənə elə gəlir ki, PSG ilə oyunda daha yaxşı oyun nümayiş etdirmək şansımız var. Mərhələ keçməyə demirəm, amma daha yaxşı oyun nümayiş etdirmək şansımız var. Azarkeşlər üçün də məncə daha maraqlı olacaq. Maraqlı olacaq, hər bir halda. Həm də Badrik Kvaratskhelia bilirsiniz ki, Şəmkirin futbolçusu, Azərbaycan çempionu olmuş Badrik Kvaratskhelyanın oğlu Xivitsa Kvaratskhelia da PSG-də çıxış eləyir. Onun da oyununu yəni Bakıda görmək maraqlı olacaq. Əslində dünən o stadionda bizim komandamızı görmək də böyük bir şeydir. Sizin qeyd etdiyiniz kimi bizim o oyunları görməyimiz də əslində böyük bir uğur nailiyyət göstəricisidir və böyük bir həyəcandır bizim üçün. Buraya qədər hər şey yaxşıdır. Sizcə zəif nöqtələrimiz haralardır? Nə qədər desək də ki, Camilo Duran o mövqeyi doldurur, amma bəzən görürsən ki, sırf mərkəz hücumçusuna ehtiyacımız var. Sırf mərkəz hücumçusuna. Müdafiə məncə normaldır. Məsələn, dünən Kevin Medina, Bəhlul Mustafa kifayət qədər yaxşı çıxış elədilər. Düzdür, 4-cü ya 5-ci qolda Kevin Medina ilə Bəhlulun səhvi hardasa oldu. Əks hücum zamanı, rəqibin əks hücum zamanı. Amma düşünürəm ki, məncə bir qədər bəlkə dayaq yarım müdafiəçisi, məsələn, Yankoviç biraz elə bir sanki özünü əvvəl kimi çox doğrultmalı, biraz zədə aldı. Sanki onun biraz geriləməsi hiss olunur. Dünənki oyunda da mən o qədər də performansını bəyənmədim. Digər hissələr, məsələn, təbii ki, alınarsa yaxşı playmaker alınar, düzdür. İndi Montiel'i oynadılar, İspan futbolçu, o da kifayət qədər yaxşı çıxış eləyir.
Belə də əsas mövqelər hücumçu, dayaq yarımdaşı və bu mövqeləri məncə olsa daha yaxşı olar. Aydındır. Səbəb mən sizə təşəkkür edirəm. Çox sağ olun ki, bugün bizlə idiniz və xoş edilsin həm söhbət olmaq. Əziz tamaşaçılar, mən bir daha qeyd edeyim ki, ProSport Agentliyinin baş redaktoru Səbih Musa bizim qonağımız idi. Biz Qarabağın oyunundan danışdıq və gələcək perspektivləri də bir qədər müzakirə etmiş olduq.